Gedib orada, ay xanım, mən sizi müdafiə edirəm, amma amması var ki, siz bu xalqdan, millətdən, obadan niyə gizlənirsiniz, ay xanım? Nədir? Niyə? Yox, müəyyən səbəblər var da, mən efirə çıxa bilmərəm, çox xahiş edirəm, bunun üçün mənə, yəni tərəddüd eləməyin. Çox xahiş edirəm. Raman müəllimə bir şey demək istəyirəm. Real həyatda gördüklərimiz insanlar necə bilək ki, bunlar düz danışır, yoxsa yalan danışır? Yalan danışan insan, bir saniyə Raman müəllim, yalan danışan insan real həyatda da yalan danışır, internet üzərində də yalan danışır. Bu bir. Bir də ki, Raman müəllim, bir saniyə, mənim subutlarım var. Mənim başım xarab deyil, Rusiyadan durub gəlmişəm ki, imenlə bu işimə görə. Mən zərər çəkmiş tərəfəm. Bütün subutlar da telefonumda var. Çeklər, yazışmalar, danışmalar. O səs yazılarını atında. Hər bir şey var. Hər bir şey telefonumda qalır. Raman müəllim, efirdən sonra, bir saniyə Raman müəllim, efirdən sonra mən bir saniyə ilə gedirsən, bəs qoy desən. Mən bütün subutları sizə göstərərəm. Mənə subut lazım deyil. Mən subut burada görürəm ki, sizi kimi bir xanım mümkün deyil aldansın. Burada başqa bir məqam var, bunu açıb demək lazımdır. Aldanan insanları biz görürük. Hərəkətindən, duruşundan bilirik ki, aldanıb. Mən ailə qurmaq niyyətim var idi. Aldanan mən. Aldanan mən. Sizdə hiss olunur, çünki hamiyə inanırsınız. Bəli. Humanistsiniz, aldanırsınız. İnsani keyfiyyətlər insandır deyə, insan kimi yanaşıram, inanıram, malımı əmanət edirəm və sonra da görürəm ki, ən böyük xəyanətkar, ən böyük yalancı inandığım adamıyım. Görürsünüz. Ramal müəllim, o insan şikayətinə görə gəlibdir. Şikayətinə görə gəlib Elmir bəy. Zəhmət çəksin, gəlsin, otursun burada. Siz niyə imenlə mənim efirə çıxmağımı istəyirsiniz? Bəlkə sizi tanıyanlar efirə bağlanıb başqa şeylər deyəcək. Ondan narahatsınız. Mən başqa mövzu ilə bağlı gəlmişəm. Siz isə başqa mövzulara toxunursunuz. Bura gəlməzdi. Rusiyadan məhz sən axtarır, amma bu problem Bu üçün. əsas mənəvi bir məsələ. Onsuz da mən indi bu imenlə bu işə görə gəlmişəm. Mən çox böyük travma almışam. Ona görə də mən öz haqqımı tələb eləmək üçün Azərbaycana gəlmişəm. Bu insan üzə çıxsın. Bəlkə mənim kimi başqa insanlar da zərər çəkib bu insan tərəfdən. Bir də ki, mən öz haqqımı, bəli. Doktor nəsə demək istəyir. Çox üzr istəyirəm. Biz uroloqlar öz profesional həyatımızda belə deyək də, nigahların dağılmasını, bu və yaxud digər səhhət problemlərinə görə, kişi sonsuzluğuna, erektil disfunksiyaya görə olan çox xəstələrlə üzləşdirik. Və orada biz heç kimi suçlamırıq. Nə oranı, nə də bu birisi tərəfi. Yəni biz orada iki dənə sual verilir. Yəni deyir ki, bu niyə baş verib? Və neyiniyək ki, bir daha baş verməsin. Biz burada balaca 16 yaşında yeni yetməni və yaxud onun anasını və yaxud o xanımı belə deyək də, tənqid eləməyə yığışmamışıq. Biz bunu cəmiyyətə gətirməliyik ki, yəni ekspertlər yığışıb bir qərara gəlməlidir ki, biz necə eləyək ki, bundan sonraki olan nəsillər, bizə baxan adamlar bunu təkrarlamasınlar. Amma nə razıyam. Ona görə ki, başqa bura gələr. Ağabbək qaşıq dölə, çıxsın süddən ki... Və yenə deyirəm ki, öz sənətimizlə əlaqəli olaraq... Biz onun düşməni deyilik ki... Başa düşürəm, siz Göyçaylı, mən də Göyçaylı. Mən Göyçaylı deyil, İsmailiyəm. Göyçaylıza söhbət deyirdim. Ona görə də, yəni biz burada cəmiyyətə bir ismarış göndərməliyik ki, neyiniyək ki, biz burada buna bizə baxan adamlara, bundan sonraki olanları şey edir. Çünki tənqid eləməyə nə var ki, oturub hamı... Ən gözəl, ən rahat iş məsləhət verib bir də tənqid eləmək. Ən yaxşı budur. Tənqid lazımdır. Tənqid, yox, tənqid inkişaf deməkdir. Tənqid əlbəttə lazım. Göyçaylı var, xahiş elə qoy gəlsin. Gəlsin cəmat qabağına. Amma bu məsələ budur ki, bu xanım durub Rusiyadan gəlib bura ki, mənim dərdimə çarə tapın. Yaxşı, biz bunun dərdinə bu şəkildə üstünə əlimizə alaq bir baltanı, siz baltalayın, mən baltalayım, görək çarə tapılır. Dərdinə çarə tapılmasını istəyirsə, gəlsin burada bizdən dürüst olsun. Dürüst deyil o insan. Deyir ki, üzümün görsənməsi... Görsənməsin də gəlsin otursun burada. Mən neçə dəfə eyni söz deyir ki... Üzü görsənməyəcək. Ay xanım, sizin üzünüz görsənməyəcək. Bir saniyə, mənim arxamda nəsə toxum var. Mən istəmirəm. Bir saniyə gözlə Ramal müəllim. Siz üzünüzü görsənməyindən narahat olursunuz. Bəli, istəmirəm görsənməyini. Deyirəm ki, istəmirəm görsənməyini. Əlaqəsi var da. Utanan adam orada çıxmaz da, bu utanılacaq nə var? Xoşqədəm xanım, mən bugün tələbim başqadır. Xoşqədəm xanım, çox xahiş edirəm, bir saniyə mənə qulaq asın. Mənim tələbim... Aytac dillənsin, buyur Aytac. Mənim tələbim Xoşqədəm xanım, tamam başqa bir şeydir. Mənə heç kəsin fikri şey deyil, yəni mən ağıllı qadınam, mən 17 yaşdan işləyirəm, mən öz ayaqlarımsa durən qadınam, məni onunla qaldırın, məni onunla tanıdın, məni hökman gəl burada üzvü göstər deyil, Raman müəllim. Sizin də qohumlarınızdan olsaydım əgər, siz istəməz üzümü görünməyini.
Çünki hər kəsin nəslində toxumunda tanınmış insanlar var. Bir saniyə. Mənim tələbim 17 yaşında ayaq üstündə duran bir xanım aldanır. Məni bəli, görürsüz, hal-hazırda bizi aldadanlar hal-hazırda da var imiş həyatda. Bəli, nə geyindiyi formadan, nə geyindiyi formadan bir humanistliklə, ondan sonra insan kimi yanaşırıq. Şəxsən mən özümə aid edirəm. İnsan kimi yanaşırıq. Adam İndi mən bir dənə sual verə bilərəm bu xanıma. Aldadır da. Bir dənə xahiş edirəm. Aytəc xanıma bir dənə sual verin. Aytəc xanım bir dənə sizə sual verim. Buyurun. 100 manatınız gedib, hə? 100 manat getməyib, 50 min bir gedib, 100 manat da bir gedib. Bəli. Nə qədər eləyir manatla? İndi summasını indi deyirəm də, siz özünüz hesablayın da siz. Bir dəqiqə, yox. Mən başqa şey deyəcəm. Başa düşürəm. Bu xanım 300 manat pul verib orada. 1000 manat yol pulu verib çıxıb Azərbaycana gəlib. Bəli, mənim qururum alçalıb çünki. Mənim qururum alçaldı. Xeyr, o xanım bura başqa bir şey üçün gəlir. Mənəvi tərəfini, Raman müəllim, onlar mən sizə bir dənə də sual O reklama gəlir, reklam. Başqa şey yox, reklama gəlir. Ailə quracağı bir insana bu özünün qızını göstərib, qızı bu xanıma ana deyib, öz bacısıyla danışırdı. Bəli, hər gün bacısıyla danışırdı. Bunun dediyi hekayədir, dediyi yalanlardır. Mən qoyun bir dəqiqə burada. Öz ailəsinə buraxan adama güvənməlidir və qızına buraxır. Bu imkan verməyəcək. Sənə o qədər inanıram, özüm kimi. Söhbət 500 manatdan, 1000 manatdan, hətta 1 milyondan getmir. Söhbət o qadına dəyən mənəvi zərbədən gedir. Mənəvi ziyanla gedir. Mənim özüm 100 dənə problemlə qarşılaşıram. Amma orada görəndə ki, qarşımdakı insan məni aldadıb, qarşımdakı insan mənim əmanətimə xəyanət edib, mən ona nə etməliyəm ki? Mən onu bağrıma basmalıyam, mən nifrət edirəm. Mən həmən adamın üz-üzə belə gəlmək istəmirəm, iyrənirəm. Bu qadın da o cür bir problem yaşayıb. Qardaş, nə düşünürsən pul? Hətta məhkəmədə belə mənəvi zərbəyə təzminat tələb olunur. Mənəvi şeylər. Bəli, qısa bir ara verək. Aytaş, sakitlərsən, sakitlər.